Delici alaberi düşünüyorsun. Sen bir de güzel diyorsun. Hadi de güzel mi sen? Yok. Kofe. Çay gətirəm, çay. Tamam dostum. Bəndiri hamısını bacıda. Qənifər ödədim. Çəkdik hamısını. Koy Məlikhanı. Size çok büyük destek oldular. Sağ olun, çok sağ olun. İşleriniz Həmçin mənim masalı uzaq gəlirdi. İndi bu təcrübə yolunu çok yaxın. düz 2 saata gəlir. فلسفه من هذا Hörmətli qonaqlar, dəyərli iştirakçılar, əziz tamaşaçılar, hər birinizi Zülməti Dələn İşıq layihəsinin təqdimat tədbirində səmimi qəlbdən salamlayıram. Tədbiri Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edirik. Allah rəhmət eləsin.
layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən ərsəyə gətirilib. Layihə çərçivəsində hazırlanan Soyuq Günəş filmi ilk dəfə olaraq səsli bətimləmə ilə təqdim olunur. Bu, görmə imkanları məhdud şəxslərin də mədəni həyata bərabər şəkildə qoşulması baxımından çox önəmli addımdır. Dövlətimizin başçısı, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir. Xüsusilə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, qayğı və diqqəti nəticəsində son illərdə inklüziv təhsil, sosial rifah, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində çox mühüm addımlar atılıb. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələr bir daha göstərir ki, bərabərlik və mərhəmət cəmiyyətimizin əsas dəyərlərindəndir. Məhz bu diqqət və qayğı biz vətəndaş cəmiyyətinin nümayəndələrinə də ilham verir ki, öz fəaliyyətimizdə inklüzivlik mövzusuna daha çox yer verək, insanlara işıq aparaq. Bu layihəyə yerli səviyyədə hər tərəfli dəstək göstərən Masallı rayon İcra Hakimiyyətinin rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk. Çıxış üçün ilk söz Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tohid Hüseynova verilir. Hörmətli millət vəkili İlham müəllim, hörmətli Arzu xanım, hörmətli hacımız Hacı Nuray, hörmətli qonaqlar və tədbir iştirakçıları, hər birinizi Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun adından salamlayıram, xoş gəlmişsiniz deyirəm. Arzu xanım, sizə təşəkkür edirik ki, həssas qruplardan olan görmə qabiliyyəti məhdud şəxslər üçün xüsusi formatda hazırlanmış Soyuq Günəş filmini məhz Masallıda təqdim edirsiniz. Bu təşəbbüsə görə sizə minnətdarlığımızı bildiririk. Siz başda olmaqla bütün komandanıza gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirik. Və diqqətinizə çatdırmaq istəyirəm ki, hər zaman sizə dəstək verməyə öz gücümüzü əsirgəməyəcəyik. Diqqətinizə görə çox sağ olun. Təşkilatımızın rayon rəhbərliyinə hədiyyəsi var, Arzu xanım təqdim eləyəcək. Təşkilatımızın adından zəfərimizi isə söz Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin ideya müəlliflərindən biri Arzu xanım Bağırovaya verilir. Əziz dostlar, hörmətli tədbir iştirakçıları, bizim təşkilatımız 7 illik fəaliyyət dönəmində bir çox layihələrə və tədbirlərə imzasını qoyub. Bu çərçivədə bu kimi layihələrin sayı həddən artıq çoxdur, amma bugün həyəcanım və məsuliyyətim daha çoxdur. Çox həyəcanlıyam, həm də önünüzdə çox da məsuliyyətliyəm. Hörmətli İlham müəllim, Tohid müəllim, Hacı Nuran bəy, hamınıza təşəkkür edirəm dəstəyiniz üçün. Bizə və bugün buradakı balalarımıza, uşaqlarımıza, fiziki imkanları məhdud olan dostlarımızın yanında olduğu üçün hər birinizə təşəkkür edirəm. Hər birinizi ürəkdən salamlayıram və bir daha xoş gəlmişsiniz deyirəm. Biraz öncə söylədiyim kimi təşkilatımız bu çərçivədə bir çox layihələrə imza atıb. Amma hər zaman fəaliyyət istiqamətimizdə bu kimi layihələr yer tutduğuna görə bir gün Nilüfər xanımdan daha nələr edə bilərik, daha bu kimi dostlarımızın yanında necə ola bilərik, onlar üçün daha faydalı, önəmli nə kimi işlər görüb deyə bilərik. Yeni bir layihəyə, yeni bir belə deyim, fikrə imzamızı qoyduq və çox əziz dostumuz, bizim layihələrdə hər zaman yanımızda olan əzizimiz Ramala müraciət etdik. Ramal Əzimzadəni hər kəs tanıyır. Ramal o da Masallıdandır və onun dəstəyi ilə, onun fikri ilə bu ideyanı gerçəkləşdirdik. Təbii ki, bu layihəni bizə dediyim kimi Nilüfər xanım da biraz öncə vurğuladı. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyini həyata keçirdirik və düşünürəm ki, bu kimi işlərdə
dostlarımızın yanında olmaq, mənim üçün də həssas bir mövzu olan, fiziki imkanları məhdud olan istedadlı gənclərimizin yanında olmaq hər birimizin borcudur. Bizim bu istiqamətdə bir çox layihələrimiz olub. Artıq biz bir neçə görmə engellilərimizin şeirlər kitabını çap eləmişik. Bu qızımızdan biri Zeynəb xanım Asan Radioda aparıcılıq eləyir. Çox gözəl şeirlər kitabını ilk olaraq bizim təşkilatımız təqdimatını və çapını həyata keçirtdi. Ramalın özünün musiqi gecəsini Bakı Beynəlxalq Muğam Mərkəzində həyata keçirtmişik. Bir çox istedadlı rəssamlarımıza, bir çox musiqiçilərimizə hər zaman dəstək olmağı özümüzə borc hesab etmişik. Bugün də bu qəbilədən bu işlərimizi davam etdirəcəyik və xüsusi formatda, xüsusi səsli təsvirlə çox məşhur filmlərimizdən biri olan O ideyanı da bizə Ramal verdi. Dedi, çox istəyirik biz bu filmi daha rahat şəkildə anlayaq və sizinlə bərabər izlədikdən sonra sizlər də şahid olacaqsınız ki, nə qədər onlar üçün bu qəbilədən, bu çərçivədən filmlər olsa daha rahat anlayarlar, daha rahat olar onlar üçün. Təbii ki, bir daha mən təşəkkürümü bildirirəm hər kəsə, yanımızda olan hər kəsə, dəstək göstərən hər kəsə minnətdaram, təşəkkürümü bildirirəm və bir neçə gündən sonra artıq zəfərimizin 5 ilini qeyd eləyəcəyik. Bu münasibətlə də hər kəsi təşəkkür edirəm. Bu böyük qələbəni bizə qazandıran, başda Ali Baş Komandanımız olmaqla bir ömür boyu şəhidlərimizə minnətdarıq. Onların ruhu şad olsun, artıq şaddır onların ruhu. Qarabağımızın günü-gündən inkişafını gördüyümüz zaman təbii ki, onların önündə bir daha baş əyir, sayğı duruşunda hər zaman dururuq. Qazilərimizə də Allahdan şəfa diləyirik. Bir daha dəvətimizi qəbul edib burada iştirakınıza görə hər birinizə təşəkkürümü bildirirəm. Layihəmizə mənəvi dəstək göstərən, Bakıdan buralara qədər gələn, ölkəmizdə sosial inklüzivlik mövzusunun inkişafına xüsusi diqqət yetirən millət vəkillərimizdən biri İlham Məmmədov bugün aramızdadır. İndi söz İlham müəllimə verilir. Xoş gördük. Çox hörmətli, çox dəyərli Masallı şəhərinin, Masallı rayonunun sakinləri. Mənim üçün bugün burada olmaq, Masallıda olmağın xüsusi bir əhəmiyyəti var. Ölkəmizin cənub bölgəsinin insanlarının, mən deyərəm ki, və mənim də çoxlu dostlarım olan bu şəhərin bir daha olmaq və belə mötəbər bir tədbirdə iştirak etmək, açıq deyim ki, çox fərəhli, həm də çox şərəflidir. Masallı Cənub bölgəsinin, mən deyərəm ki, ən çox ziyalıları, alimləri və çox nüfuzlu iş adamları olan bir bölgədir, bir şəhərdir. Və təbii ki, məni bura bugün dəvət edən hörmətli, əziz dostum, ailə dostumuz olan, yəni şəxsiyyətinə böyük hörmət elədiyim, hörmətli Arzu xanımın bu təklifi təbii ki, bir dost təklifi kimi deyil. Əslində, möhtərəm cənab prezidentimiz cənab İlham Əliyevin və eyni zamanda Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın apardığı siyasətin içərisində bildiyimiz kimi sosial siyasətin xüsusi bir önəmi var və sosial siyasətinə bir dəstək aksiyasını, onu gerçəkləşdirmək və təbii ki, belə bir mötəbər bir tədbirdə mənim də iştirak etməyim mənim üçün böyük şərəfdir. Mən Milli Məclisin həm uzun illər Əmək Sosial Siyasət Komitəsinin üzvü olmuşam. İndi hal-hazırda Səhiyyə Komitəsinin, Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin üzvüyəm. Təbii ki, ölkəmizin sosial siyasətinin qanunvericilik bazasının formalaşmasında iştirak etmişəm və bugün doğrudan da çox sevinirəm ki, bizim parlamentdə həmişə o sosial siyasətdə xüsusən müəyyən deməli fiziki qüsurları olan insanların belə deyək ki, hüquq müstəvisində onların hüquqlarının, sosial təminatlarının yaxşılaşması üçün atdığımız hər bir addımın fəlsəfəsində yalnız bir məqam durur. Onların, məhz bu insanların cəmiyyətə sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və o inteqrasiyanın müxtəlif yollarının arayıb axtarmaq, qəbul etdiyimiz hər bir qanunun fəlsəfəsinin
əsas hissəsi olmuşdu və bu gün bizə təqdim olunan məhz regional hüquq və iqtisadi maarifləndirmə təşkilatı, qeyri-hökumət təşkilatları fondunun dəstəyi ilə məhz elə bir layihəni seçmişdi ki, Arzu xanım, bunun üçün sizə təşəkkür edirik. Bilirsiniz, müəyyən fiziki qüsuru olan insanların öz daxilində, yəni biz bunu belə hesablayaq ki, ilahi bir varlıq var, ilahi bir qüvvə var, ilahi bir potensial var və biz heç də dünyada məsələn elə məhz göz əngəli olan nə qədər dahi insanları tanıyırıq və yaxud da dahi Beethoven tutaq ki, qulaq fiziki qüsuru olaraq, çatmamazlıq olaraq yaratdığı şedevr əsərlər və bugün mən elə bura gəlməmişdən əvvəl məhz çap olunan o kitabda o hisslərin, o duyğuların sanki qaranlıqda işığa doğru bizim də görə bilmədiyimiz elə dərin fəlsəfi fikirləri ötürürlər ki, onları biz görə bilmərik. Onları məhz onlar görür və məhz onların vasitəsilə bizim əzizlərimiz olan, onlar da cəmiyyətimizin bir əsas üzvüdür və elə bir mesajları bəzən çatdırırlar ki, mən sizə inandırıram ki, bəlkə də o bizim heç ağlımıza da gəlməz. Bax, biz bu istiqamətdə yanaşmalıyıq və təbii ki, əsas məsələ odur ki, dövlətimiz, möhtərəm cənab prezidentimiz, eyni zamanda Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sosial siyasətinin zirvəsində duran bu addıma hər birimiz kömək etməliyik. Bugün Arzu xanım da bir hissəni verir, yəni bir zərrəni verir ora. Və təbii ki, biz bunu qiymətləndirməliyik və hesab edirəm ki, Arzu xanımın bu təşəbbüsünə hamımız bir yaxşı gürültülü alqışlarla bunu çatdırmalıyıq. Və əziz dostlar, doğrudan da biz bu günlərin Masallı şəhərində əlamətlər bir hadisəni qeyd edəcəyik, bir təqdimatını edəcəyik, o filmə baxacaq və gələcəkdə ola bilsin ki, dünya kino sənayesində, ümumiyyətlə gələcəkdə bu ayrı bir xət kimi inkişaf edəcəkdir. Amma bugün biz həm də elə hörmətli Arzu xanım qeyd etdi, elə bir ərəfədəyik ki, bugün atılan hər bir addım möhtərəm cənab prezidentimizin yanında olmağa bir işarəmizdir. Yəni, bugün bildiyiniz kimi Zəfər qələbəsinin 5 ili bu yaxın günlərdə tamam olacaq. Ölkəmizin konstitusiya və suverenlik ilinin 30 ilini qeyd edəcək və ilk dəfə olaraq ərazimizin, suveren ərazimizin bütün hər bir nöqtəsində Azərbaycanın möhtəşəm konstitusiyasının işləməsini biz qeyd edəcəyik. Hesab edirəm ki, bunun üçün canından, qanından keçmiş vətən oğullarının ruhu qarşısında biz həmişə baş əyirik. Təbii ki, 44 günlük vətən müharibəsində və istərsə də 1-ci Qarabağ müharibəsində vətənimizin azadlığı uğrunda canını fəda etmiş, sağlamlığını itirmiş hər bir Azərbaycan vətəndaşının qarşısında baş əyirik. Təbii ki, onların sayəsində və Azərbaycan xalqının möhtərəm cənab prezidentimizin arxasında olaraq və xalqına inanaraq və bütün xalqımızın ümumi bir simvolizə edən cənab prezidentin o dəmir yumruğu Azərbaycanın bütünlüklə simvolizə edən o dəmir yumruqla bu günlərim Azərbaycan qalib bir dövlətə çevrilmişdir. Son vaxtlarda olan hadisələr doğrudan da bizim qürur mənbəyimizdir. Dünya xəritəsində bir zərrə qədər görünən Azərbaycanı möhtərəm cənab prezidentimiz öz siyasəti ilə dünyanın elə özü boyda böyüdübdür. Son vaxtlarda baş verən hadisələr təbii ki, bizim son 2 əsrə yaxın baş verən, ondan da artıq erməni faşizminə, erməni vandalizminə, erməni ekspansiyanizminə bir dəfənlik son qoyulub və dünyanın ən böyük ölkəsində, ən böyük paytaxtında və bir nömrəli, belə deyək ki, ofisində və cənab prezidentimizə məhz bu təşəbbüsə görə, elə sülh təşəbbüsünə görə, həm də qalib bir dövlətin lideri olaraq dünyanın ən böyük qüdrətli dövlətinin, hansı ki, Azərbaycana qarşı hədyanların elə mərkəzi də olan bir ölkələrdən, Avropa Birliyindən cənab prezidentin siyasəti nə qədər yüksək qiymətləndirdi. Bu bizim üçün böyük bir şərəfdir.
Və təbii ki, hər bir Azərbaycanlı hər bir əməyi ilə, hər bir əməli ilə möhtərəm cənab prezidentimizin yanında olmalıdır. Və mən çox sevinirəm ki, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin vəsaiti hesabına məhz bax belə innovativ təşəbbüslərdə bulunur və onlardan biri də bizim əzizimiz, hörmətli Arzu xanımdır. Arzu xanım, sizə uğurlar arzu edirik. Sizin nəinki bu, sizin ölkəmizdə keçirdiyiniz layihələrin böyük əksəriyyətinin biz iştirakçısı olmuşuq, şahidi olmuşuq. Sadəcə təmənnasız olaraq vətənə xidmət amacı ilə siz bu layihələri həyata keçirdirsiniz və həm də bu torpağın övladısınız və məhz belə həssas bir layihəni də Masallı şəhərində təqdim edirsiniz. Sizə uğurlar arzu edirik və bundan sonraki fəaliyyətinizdə də həm Masallı cəmaatı, həm biz ictimai-siyasi xadimlər də sizin yanınızdayıq. Sağ olun, təşəkkür edirəm. Sadəcə birinci dəfə sizin qarşınıza çıxış etdiyim üçün həm də ürəyimdən gələn sözləri sizdən bölüşmək istədim. Təşəkkür edirəm, sağ olun. Bizim Soyuq Günəş filminin rejissoru yoldadır, Masallıya gəlir. Hələ ki yetişməyib tədbirimizə. İnşallah gələndə filmin sonunda o da sözlərini deyər. Bu layihənin həyata keçməsində böyük əməyi olan şəxslərdən biri də filmimizin prodüseri, yaradıcı komandamızın enerjisi Ramal Əzimzadədir. Buyur Ramal, söz sənindir. Təşəkkür edirəm. Salamlayıram bütün dəyərli qonaqlarımızı. Hər biriniz xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Məndən öncə çıxış edən dəyərli insanlar öz fikirlərini bildirdi. Mən də istəyərdim ki, səsli təsvirli filmlər haqqında məlumat verim. Səsli təsvirli filmlər artıq bütün dünyada var. Yəni, bu cür filmlər bizə qədər bütün dünyada, yəni bir çox ölkələrdə olub. Bəzi ölkələr var ki, orada çox, yəni demək olar bütün filmlərin bu cür versiyaları hazırlanıb. İstər eşitmə engellər üçün, istər altyazılar və görmə engellər üçün. Və biz də belə qərara gəldik ki, belə bir filmi həyata keçirək və mən fürsətdən istifadə edib Regional Hüquqi Maarifləndirici İctimai Birliyinin sədri Arzu xanıma dərin təşəkkürümü bildirirəm. Belə bir layihəyə mənə dəstək oldu. Mən əslində Azərbaycanda belə filmlər olmuşdu. İlk olaraq Gözdən Əllər Cəmiyyəti bu cür filmlər yaradıb. Daha sonra bu yaxınlarda Sosial Xidmətlər Agentliyi belə filmlər araya ərsəyə gətirir. Bilirsiniz, mən bir şey deyim ki, mən şəxsən öz adıma deyirəm, mənə gəlir bütün gözdən əllər mənlə razılaşar ki, bizim üçün kim bir damcı belə iş görürsə, bir zərrə belə iş görürsə, o bizim üçün böyük bir işdir və bu filmlərə biz əgər sərbəst baxa biliriksə, bu nə xoş bizə. Və mən təşəkkürümü bildirəm elə bu vaxta kimi bu filmləri edənlərə də, amma hər bir işdə inkişaf dinamikası olmalıdır. Biz də o inkişaf dinamikasına bacardığımız qədər əməl eləmişik, dünya təcrübəsinə söykənmişik və dünyada necə səsli təsvirli filmlər edirlərsə, biz də o formatı öyrənib bugünkü Soyuq Günəş filmini sizlərə təqdim edəcəyik. Bayaqdan bizim haqqımızda danışır Nülüfər xanım, mən istəyirəm mən onun haqqında danışım, çünki Nülüfər xanımın da bizim bu layihədə böyük dəstəyi oldu. Mənimlə bir yerdə biz məsləhətləşdik, eləcə də ilk bizə təbii ki, razılıq verən Arzu xanım oldu. Arzu xanımın, belə deyək, dəstəyi ilə bizim hər ikimizə dəstək verdi. Nülüfər xanımla mən, biz bu filmi həyata keçirməyə başladıq. Sözsüz ki, bu layihənin həyata keçməyində ara sıra olurdu, mənim yadımdan çıxırdı, amma Nülüfər xanımın bu layihə heç vaxt yadımdan çıxmadı. Mən bir daha Nülüfər xanıma öz dərin təşəkkürümü bildirirəm. Eləcə də QET-lərə dəstək fonduna, bizim layihəmiz həmin o müsabiqədə iştirak elədi və qalib gəldi, qaliblərdən biri oldu. Sözsüz ki, bu cür müsabiqələrə görə ölkəmizin başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Mehriban xanıma öz dərin təşəkkürümüzü bildiririk ki, son dövrlər xüsusən gənclərə bu cür dəstəklər olur, gənclərin layihələrinə, eləcə də məhz bu cür əngəlli insanlarla bağlı olan layihələrə. Bir daha sizlərə dərin təşəkkürümü bildirirəm ki, bugün burada iştirak elədiniz.
Həmişə belə xoş günlərdə, gözəl günlərdə, şad günlərdə görüşək. Sağ olun, var olun. Əziz dostlar, layihənin ideyasını ilk dəfə sədrimiz Arzu xanımla və Ramalla söhbət edirdik. Orada çox maraqlı bir məqam oldu. Ramal dedi ki, mənim tanıdığım Bakı şəhərində bütün gözdən əlil olan insanlar hər kəs Soyuq Günəş filmini istəyir, səsli təsvir vasitəsilə və biz də ona görə qərara gəldik ki, bu filmi səsli təsvirlə bacı qardaşlarımıza təqdim eləyək. Bu layihənin həyata keçməsinə dəstək olan qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə, dəyərli sədrimiz Arzu xanım Bağırovaya, Ramal Əzimzadəyə, rejissor Sədaqət Kərimovaya və bütün komandamıza dərin minnətdarlığımı bildirirəm. Amma ən böyük təşəkkürüm bugün sizədir. Çünki sizin varlığınız, bu salonda hiss etdiyimiz sevgi bizim layihəmizin əsl işığıdır. Hər birinizin ürəyi işıqla dolsun. Çünki zülməti dələn işıq elə sizin qəlbinizdədir. Bu film bir işıq kimidir. O işıq qaranlıqları yara-yara insanlara ümid, sevgi və bərabərlik mesajı verir. Zülməti dələn işıq sadəcə bir layihə deyil, bərabərliyin, insanlıq və mərhəmətin rəmzidir. İndi isə sizi çoxdan gözlədiyimiz Soyuq Günəş filminin səsli təsvir vasitəsilə nümayişinə dəvət edirəm. Filmin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks elətdirməyə bilər. Göstərdiyi mənəvi dəstəyə görə Sədaqət Kərimovaya təşəkkür edirik. Qara ekranda ağ şriftlərlə yazılır. Film Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdı. Filmin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks elətdirməyə bilər. Göstərdiyi mənəvi dəstəyə görə Sədaqət Kərimovaya təşəkkür edirik. Qara ekranda ağ şriftlərlə yazılır. Biz bu filmdə ləzgi xalqının özünə məxsus adət-ənənələrini, milli mənəvi dəyərlərini göstərməyə çalışmışıq. Bu film bizim ləzgi xalqına böyük sevgimizin ifadəsidir. Qatvar film təqdim edir. Od sahəsində 3 cavan oğlan dəryazlarına itilir. Hə, uşaqlar, çox iş qalmayıb. Yəqin axşamacan biçib qutararsınız. Mənim işim var, getməliyəm. Sən də vacib işlərin qutaran gün olsaydı. Ona bax. Bəs bu boyda od sahəsini kim biçəcək? Məhəmməd Ağa dayıya söz vermiş axı. 1-2 saata qayıdacağam. Çətin, sən 1-2 saata qayıdarsın. Yerdən pencəyini və tütəyini çininə qoyub gedir. Qağamın evə girməyini görəydiniz. Qapını açan gün bilirsən nə soruşdu? Nə soruşdu? Yarğunat hardadır? Belindəki ünlüyü açır, Yarmət tərəfə qaça-qaça gedir. Dağın başından günəş göründü. Ekranda Soyuq Günəş yazıldı. Ssenari Sədaqət Kərimova. Quruluşçu rejissor Elşən Zeynallı. Quruluşçu operator Elxan Rüstəmov. Bax, bir də göstərirəm. Yarğunat başını Yarmədin çiyninə qoydu. Bir, iki, 3, 4, 5, 6, Yarmət 7, pencəyinlə 8, tütəyini götürüb 9, qaçıb gedir. 10. Açım. Yarmət, açıram.
Yarmət, hardasan? Çıx, qorxuram Yarmət. Yarmət, çıx, nə olur, qorxuram. Yarmət arxadan gəlir, Yarğunatı Ay səni, qucaqlayır. dəlinin biri dəli. Demirsən ürəyim qopar. Nə olur? Burax məni. Bircə sevirəm. Burax əllərimi. Onu görməzsən. Yarğunat əsəbləşib getdi. Yaylığı yerə düşdü. Bir dəstə başına şal bağlayan qadın çiyinlərində rəngli parçalar, başlarında şirniyyatlı xonçalar mahnı oxuyub gəlirlər. Dağ denisin eli bak. Ene bayrik bala gay güzel yer. Kişilər başlarını önə doğru əyib salam verdilər. Köhnə tikili bir həyət evi görünür. Ay oğlum. Hə ana. Yarmət köynəyini dəyişir. Ay bala, onda səhər idi. İndi gün ortadır. Otu biçib qutardınız? Hə ana. Biçib qutardıq. Yarmət süfrədən dolçanı götürüb ağzına qoyaraq su içir. Tavatanı. Qızlarlandı. İndi harda olsa gələr. Oğlum, yaylaqdan gələni evə işə yığışmırsan. Bir otur, dincini al. Vaxtım yoxdur ana. Uşaqlar məni gözləyir. Toya getməliyik. Divardan ceyran şəkilli xalça asılıb. Bilirəm sən nə haydasın. Səhnə dəyişdi. Yarğunat, atan çay istəyir. Samavar qaynayıb. Hə ana, bu dəqiqə. Yarğunat güzgünün qabağında bəzənir. Yarğunat qırmızı kəlağayısını başına bağlayır. Kəlağayını açır, masanın üzərinə qoyub otaqdan çıxdı. Gözəl adətimiz vardı. Axşamlar toya bütün el yığışardı. Həmin gün Kamallı Kövsərin toyu idi. Toyda bir oğlan oynayır. Именно подавать киля. Шагвая катая. O rəqs eləyərək hamının önündə Yarğunatı rəqsə dəvət edir. Yarğunat da istəməyərək rəqs eləməyə gedir. Bunu görən Yarmət çox əsəbləşir. Yarmədin anası narahat görünür. Yarmət də onların arxasınca gəlir. Yarğunata dedi. Necə ya? Gecəviz xeyrə. Hələ bir soruşursan da. Olmaya məndən küsmüsən? Niyə küsmü? Osman tərpəninə qədər oynaya bilməzdin? Onun növbəsi məndən qabaq idi. İndi Yarğunat neynəsin? Osman, sən dayan, mən gedim Yarmətlə oynayım. Beldə gətirirəm. Həmdulla Yarğunata tərs səs baxır. Ay Məhəmməd. Qız anadan olanda gözünü açar, deyər bu bizim evimiz deyil. 18 yaşda qızın harası uşaqdır? Sən bunu bilə-bilə mənim adımı niyə çəkirsən axı? Yarmət uşaq dələ. O nə bilir arvad uşaq, ev eşiyi nədir? Sənin yerində olsaydım, başqasını sevən qızın adını çəkməzdim. Yarğunat.
Sənin adın çiçəkdən təmizdir. Bunu bilməsəydim, sən tərəfə baxmazdım. Qızın adını onu tutar, birinə qismət olar. Bilirsən ki, səndən heç bir düşmənçiliyim yoxdur. Ağıllı, bacarıqlı oğlansan. Odaya Qatvar sənin dərdindən dəli divanədir. Təkcə Qatvar deyil. Kənddə səndən xoşu gələn o qədər qız var ki. Amma mənim səndən xoşum gəlmir. Sevmirəm səni. Heç vaxt da sevməyəcəm. Əvvəl axır sevəcəksən məni. Evdə olmuşam. Düş uşağı. Sənə deyilə sözüm var. Anam ayılar. Görər yerimdə yoxam, aləmi qatar bir-birinə. Onlar indi kim bilir neçə yux görürlər. Nə olar, düş uşağı. Dayan, görüm oyanmayıblar ki. Yarğunat da pəncərədən çıxır, nərdivanla aşağı düşür. Nə olub Yarğunat sənə? Niyə sizinkilər nə? Bəni Osman'a verirlər. Osman'a? Ola bilməz. Mən ölmüşəm ki, səni başqasına verələr. Onda səni götürüb qaçacağam. Tək sən razı ol. Çıxıb gedək buralardan. Sən başqasına getsən mənim ürəyim partiyar, anlayırsan məni Yarğunat. Bəs məni demirsən. Qurban olmayı bala. Başa düşürsünüz? Həyətlərinin qapısını açır. Baş örtüyünü də bağlayıb ağaclı yollarla gedir. Yarğunat filin çəpərinin yanının üstündə qoyulmuş ləyəndə paltar yuyur. İpdə də paltarlar Salam sərilir. Aksiyat xala. Orada niyə durmusunuz? Keçin içəri. Evdə kim var? Təkcə anamdır. Yarğunat. Sənsən? Aksiyat pilləkənlə Yarğunat filin evinə qalxdı. Mənəm Eminat. Bunun küçüyündən heç gözüm su içmir. Toyu tezləşdirmək lazımdır. Düzdür. Məhəmməd papağını çıxardıb divardakı rəfin üstünə qoydu. Əlində təsbih fırladaraq otağa girdi. Bismillah. Siz Allah yetirdi. Həmdullah, Yarğunatın toyunu danışırdıq. Həmdullah üçün də olsun inşallah. Allah xoşbəxt eləsin. Xoşbəxt olsunlar. Həmdullah. Gəldin? Ha, işimiz tez qutardı. Gəldim. Çaylarınızı şirin. Çaylarına qənd atıb qarışdırdılar. Həmdullah otağından çıxır, Yarğunatın otağına girir. Yarğunat otaqda yoxdur. Həmdullah həyəcanla evinə çıxıb ətrafa baxır. Aşağı düşüb tez atına minir. Səhnə dəyişdi. Yarmədin əlində pencəyi, Yarğunatınsa əlində boğçası meşə ilə təşvişli halda gedirlər. Həmdullah yola çıxıb onları axtarır. Onları gördü. Atdan düşdü. Sən mənim bacımı qaçırmaq istəyirsən? Yarmədə yumruq atıb bacısını da vurdu. Evdə danışacağım səninlə. Gəl görün. Yarməd yerə yıxıldı. Həmdullah onu təpikləyir.
Yarğunatın ağzı qanlı. Kes sesini! Elə bilirdi əlimdən qaça biləcəksiniz. Həmdullah onu atına otuzdurub aparır. Sabah yox bir gün toydu. Nə olub Həmdullah? Nə baş verir? Heç. Deyirəm, yəni işlər qaydasında gedirmi? Hə bala, hər şey öz qaydasındadır. Hə ağa. Hərdən mənə elə gəlir ki, yuxu görürəm. Yanımda olsan da gözlərimə inana bilmirəm. Mən elə zənn edirdim ki, sən qayıdıb gələndə qəlbimə məlhəm olacaqsan. Demə, öz-özümü aldadırammış. Sən uzaqda olanda, mənə indikindən daha yaxındın. Hər səhər yuxudan oyananda, sabahın xeyir, yarmət demişəm. Dadlı bir yemək pişirəndə, kaş süfrəmizin başında sən də oturaydın deyə pıçıldayardım. Gülərək söhbət edirlər. Yarğunatla Yarmət ağaca dayanıb söhbət edirlər. Yarğunat, ilk söhbətimiz yadındadır. Söhbətimiz, yoxsa dalaşmağımız. Hərəmiz öz quzu... Buradan bunun yanmış tavatın əməli olduğunu bildim. Sizin börkən yığmağa getdiyinizi də mənə o xəbər vermişdi. Yaman əməlbaz idin ha. Bir də Həmdullahın. Həmdullah gözümə dəymədi. Salamatdır. Şükür Allah salamatdır. Ailəsi ilə Bakıda yaşayır. Ekran. Sağ olun Yarğunat anne. Yaxşı ki varsınız. Sağ ol qızım. Allah səni xoşbəxt eləsin. Ölmədim, bugünü də gördüm. Anana məndən salam söylə. Çox sağ olsun ki, Yarməti yaşada bilib. Özün də atana... Sadir Ləzgənin qoluna girərək getdilər. Dünən Sadirlə qəbirstanlığa getmişdik. Atamla anamın qəbirlərinin yanında özümə yer gözaltı elədim. Vəsiyyət elədim ki, öləndə məni onların yanında dəfn eləsinlər. Görürsənmi etibarını? Yenə məni yaddan çıxardın. Orada mənə yer yoxdur mu? Heç olmasa deyeydin, qoy məni də sənin yanında dəfn eləsinlər. Bu dünyada bir ola bilmədik. O dünyada məzar qonşusu olardıq. Ömrümə doğmayan, mənə xoşbəxtlik bəxş etməyən soyuq günəş. Həyatıma ikinci dəfə soyuq günəş kimi doğdun. Sinan sağollaşır. Çəpərin qapısını açıb gedir. Yarğunat da arxasıcan ağlayaraq baxır. Yarğunat özündən getdi. Əli qucağından yerə düşərək ürəyi dayandı. Ekranda yarpaqları tökülmüş ağac, soyuq günəş şüaları və Yarmətgilin köhnə evi görünür. Həyatdan götürüb qələmə aldığım bu qəmli əhvalat burada bitir. Uzun illərin ayrılığından sonra bir-birini tapan bu iki insanı həyat yenidən ayırır. Lakin onların böyük məhəbbəti ölmür. O dildən dilə düşərək bugünə kimi insanların xatirələrində yaşayır. Bu filmin səsli təsvirli versiyası Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən sifariş edilmişdir. Təşkilatın rəhbəri Arzu Bağırova, layihə rəhbəri Nilufər Lətif, prodüser Ramal Əzimzadə. Təsviri səsləndirdi Ofeliya Novruz qızı. Əziz tamaşaçılar, filmi seyr etdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk. İndi isə
Bayaq filmin rejissoru Sədaqət xanım gəlib çatmamışdı. Sədaqət xanımı eşidək. Salam əleykum. Xoş gördük əziz dostlar. Mən filmin rejissoru deyiləm. Mən filmin prodüseri, ssenari müəllifi və bəstəkarıyam. Rejissor Elşən Zeynallıdır. Mən təşəkkür edirəm bu layihənin müəlliflərinə. Mən eşidəndə ki, gözdən əlillər üçün belə bir layihə hazırlanıb, çox kövrəldim və çox da sevindim. Nə yaxşı ki, belə bir qayğı göstərilib. Mən bunu çox böyük diqqət, böyük ehtiram hesab edirəm. Və ümumiyyətlə filmə maraq göstərənlərin hamısına təşəkkür edirəm. Bugünə kimi Soyuq Günəş filminə 20 milyon insan tamaşa edib, 10 milyon Azərbaycan əhalisi, deməli 8 rus dilində 8 milyon insan bugünəcən tamaşa edib, ləzgi dilində 2 milyon yarım. Bu böyük göstəricidir və hər gündə artır. İngilis dilində artıq filmə maraq göstərilib. Biz artıq onu təqdim eləmişik. Bu yaxınlarda göstəriləcək. Ümumiyyətlə, insan sevgisi ilə mənəviyyat zənginliyinə aparan, yəni insanın daxili dünyasının gözəlliklərini göstərən belə layihələr mənə elə gəlir ki, həyatda vacibdir və ona görə mən bu layihənin rəhbərliyinə minnətdarlıq edirəm ki, məhz bizim əhalimizin o kateqoriyası ki, onlar diqqət tələb eləyirlər. Onlar həm dövlət tərəfindən və həm insanlar tərəfindən sevgiyə ehtiyac duyurlar və bu sevgini bu cür ödəyirlər. Sağ olsunlar. Çox sağ olun burada tamaşa edənlər və dəyər verdiyinizə görə. Təşəkkür edirəm. Təşəkkür edirik. Çox sağ olun. Minnətdarıq.